Hər vaxtınız xeyirli olsun əziz dostlar. Xoş gördük hər birinizi. Yeni bir xəbərlə sizlərin qarşısındayım. Xəbərin təfərrüatına keçməmişdən öncə xahiş edirəm maksimum bəyən və paylaşım etməyi unutma. ABŞ prezidenti Donald Trump İranla bağlı son dərəcə sərt bəyanatla çıxış edib. Xəbər verilir ki, Trumpın sözlərinə görə Vaşinqton İranın nə nüvə silahına, nə də raket potensialına sahib olmasına heç bir halda imkan verməyəcək. Ya biz İranla razılaşma əldə edəcəyik, ya da çox sərt tədbirlər görməli olacağıq, deyə ABŞ prezidenti bildirib. Trump bu sərt tədbirlərin konkret nədən ibarət olacağı açıqlamasa da, bəyanat hərbi variantın da gündəmdə saxladığı açıq şəkildə göstərir. Ağ Ev rəhbəri eyni zamanda yaxın şərqdə daha bir ABŞ aviadaşıyıcısının göndərilməsinin mümkünlüyü istisna etməyib. Bu isə bölgədə onsuz da yüksək olan gərginliyin yeni mərhələ keçə biləcəyi ehtimallarını gücləndirir. Diqqətinizə görə təşəkkür edirəm.